Daxili İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Ulu öndərin dövlətçilik tariximizdəki misilsiz xidmətləri barədə çıxış edən Daxili İşlər Nazirinin müavini polis general-leytenantı İsmət Əliyev onun Azərbaycana rəhbərlik etdiyi illərin müasir tariximizə sabitlik, milli dövlət quruculuğu, inkişaf və müstəqilliyin möhkəmləndiyi dövr kimi həkk olunduğunu bildirib. Nazir müavini qeyd edib ki, ümummilli lider yenidən formalaşdırdığı müstəqil Azərbaycan polisinin fəaliyyətini öz böyük təşkilatçılıq istedadı ilə ölkə daxili sabitliyin təmin edilməsinə yönəltdi. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlə əllərdə olan 10 minlərlə silah və sursat yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alındı. Milli Elmlər Akademiyasının Əliyevşünaslıq şöbəsinin müdiri professor Ədalət Qasımov isə çıxışında Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsasların hələ ümummilli lider Heydər Əliyevin Sovet hakimiyyəti illərində Respublikamızda birinci rəhbərlik dövründə formalaşdığını deyib. Daha sonra tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş il sənədli filminə baxıblar.